Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük hər birinizi. Yeni bəri başda qoydum. Allah hər birinizdən razı olsun, kanalımıza dəstək olanlar. Yəni bizi bu sayımıza görə sizə borcluyuq. Siz gətirdiniz bizi bu saylarımızı. Yenə də davam eləyin, əlləriniz var olsun, canınız sağ olsun. Hər birimizin də evinə bol ruzi bərəkət arzulayıram. Can sağlığı arzulayıram. Allah hər birinizin evinə, işinə həmişə çoxlu bol ruzi bərəkət yetirsin. Bugün də ərik cemindən elədim mən pirogu. Ərik cemim bu ilki ərik cemidir. Keçəndən qalmışdım. İstədim onu işlədim, amma təzə cemimi açmadım. Yəni təzə bişirmişəm. Deməli, burada 4 dənə yumurta qırdım. 1 stəkan yarım pesoq, 1 qabartma, 1 vanil, 2 stəkan yarım un, 180 qram da yağ əritdim. Yağı 2 stəkan yarım un, stəkan yarım pesoq, 200 qramlıq stəkandan 1. Ondan 1 qabartma, 1 vanil, 4 yumurta, bir də 180 qram yağ. Bunların hamısını yaxşı qarışdırdım. Soba listimizin kvadrat hissəsində, yəni pişirdim. Böldüm onun da ortasını. Yəni ona görə də belə biraz balaca yığcam görsənir. Onu da böldüm, arasında cimlədim, üzərinə də qıraqlarından da, ovuntusundan da üzərini bəzədim. Onsuz da indi çox adam pişirir, hərə bir cürə pişirir, hərə bir reseptlə pişirir. Bu da mənim üsulum. Hazırlayan hər kəsə də nuş olsun, göz haqqınızı da halal eləyin. Kanala yenə deyirəm, dəstək olanlara Allah can sağlığı versin. Yenidən görüşmək ümidi ilə, sağ olun, sağlıqla qalın.